Hörmətli izləyicilər, bildirdiyim kimi, mən anamın ölümündən sonra onun ölüm şəhadətnaməsinin alması ilə əlaqədar məhkəməyə müraciət etmişdim. Anamın ölümündən 3 ay yarıma qədər vaxt keçməsinə baxmayaraq, mən lazımi sənədləri ala bilmirdim. Bu barədə məhkəməyə müraciət etdikdən sonra, dünən məhkəmənin qərardadı mənə təqdim olunub və bundan sonra mən şəhər xəstəxanasına müraciət edib lazımi sənədləri aldım və yaxın günlərdə anamın ölüm şəhadətnaməsini alacağam. Düzdür, buna 3 ay yarıma qədər vaxt sərf elədim, əsəblərimiz korlandı, bu qədər əziyyət çəkdik, bu qədər narahatçılığa keçirdik. Bunun səbəbi isə Şirvan şəhər təcili yardım stansiyasının rəhbərliyi, Xalidə Hümbətovanın öz fəaliyyətini qeyri-peşəkar yerinə gətirməsi səbəb olmuşdur. Arzu edərdim ki, Şirvan şəhər təcili və təxirə salınmaz yardım stansiyasının rəhbərliyi öz işində düzəliş etsin və biz bu qədər bir ölüm kağızını almaq üçün bu qədər 3 ay yarım vaxt sərf etməyə, məhkəməyə, hüquq mühafizə orqanlarına müraciət etməyə vadar etməsinlər bizi. İşin öhdəsindən gələ bilmirlərsə, öz tutduğu vəzifədən imtina etsinlər, işləməsinlər. Bu işi bacaranlar gəlib öz işi həyata keçirsinlər. Məhkəmə qərardadında göstərilib ki, bu orqanlar ölüm kağızını verməyə borcluydular, lakin onlar bunu etməkdən imtina etmişlər. Bu da onların qeyri-peşəkarlığı, yaxud da bu işi icra etmələri üçün müəyyən təmanna gütdüklərinə görə bunu imtina etmək qərarına gəlmişlər.